Bakı çimərliklərinin birində 2 ailənin 5 uşağı eyni vaxtda dənizdə boğulub. Dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal Dres qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, 13 yaşlı qardaşı Hüseyin Fərziyev, 10 yaşlı Kəmalə Əliyeva, qardaşları 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvalan çimərliyində dənizdə çimərkən boğulublar. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nazirliyin dalğıc xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kəmalə Əliyevanın meyidi sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür. Daxili İşlər Nazirliyi bir ailənin 3 üzvü olmaqla 5 uşağın boğulduğu faciə ilə bağlı məlumat yayıb. Nazirliyin məlumatına əsasən avqustun 6-sında Xəzər rayonu Şimal Dres qəsəbəsinin çimərliyində qəsəbə sakinləri Aydan Fərziyeva, qardaşı Hüseyin, Kəmalə Əliyeva, qardaşları Elgün və Fariz çimərlikdə çimərkən suda boğulublar. Aydan Fərziyevanın, Hüseyin Fərziyevin və Elgün Əliyevin meyitləri sudan çıxarılıb, digərlərinin meyitləri tapılması istiqamətində tədbirlər davam etdirilir.